Salam dəyərli dinləyicilərimiz, hər birinizi sağlamlıq, maarif və qayğı dolu bir verilişdə yenidən xoş gördük. Bugün biz insanın gələcəyini, ailələrin sabahını müəyyən edən vacib bir mövzudan danışacağıq. Talasimiya mövzusundan, hansı ki sağlam həyat olub ki, dəfələrlə bu mövzuya müraciət edib, müzakirələri daha çox müraciət etmişik və həkimlərin fikirlərini almışıq, məsləhətlərinə qulaq asmışıq və təbii ki, talasimiya ilə yanaşı gen daşıyıcılığına da toxunmuş olacaq. Bugün maraqlı bir qonağım var. Həkim hematoloqdur. Artıq illərdir talasimiya xəstələri ilə ünsiyyətdə olur bu həkim və bugün də bizim studiyamızdadır. Nə az, nə çox, düz 2 saata yaxın efiri bizimlə bölüşəcək. Söhbət Zaur Məmmədbəyovdan gedir. Bugün də bizimlə bərabərdir. Xoş gəlmisiniz, doktor. Çox sağ olun. Siz də xoş gördük, dinləyicilər də xoş gördük. Salamlayıram. Təşəkkür Həmçinin də edirik. sizə təşəkkürümü bildirirəm ki, bizim cəmiyyət üçün belə vacib olan və önəmli olan mövzulara siz ara-sıra toxunursunuz. Təbii ki, borcumuzdur. İnsanlar maariflənməlidir. Bu xəstəlik barəsində də çox təəssüf ki, bəzən yanlış fikirlər də dolaşır. Elə istəyirəm ki, o yanlış fikirlərin üzərindən xətt çəkək bugün. Həqiqətləri üzə çıxaraq sizin sayənizdə. Amma elə ilk sual olaraq da sizə sual vermək istəyirəm. Talasimiya gen daşıyıcılığı nə deməkdir? Nə başa düşək bu sualda? Ümumiyyətlə, gen daşıyıcılığı və həmçinin də talasimiya gen daşı nə deməkdir? Bir insanın irsiyyətində bir valideyndən almış irsi yolla keçilmiş, almış gen qüsuru əgər daşıyırsa bu insan, ona gen daşıyıcı deyilir. Yəni ki, irsiyyətində bir valideyndən irsi yolla keçirilmiş gen qüsurunu əgər bu insan daşıyırsa, buna gen daşıyıcı deyilir. Əgər bu talasimiya xəstəliyinin əlamətini və gen qüsurunu daşıyırsa, buna talasimiya gen daşıyıcısı və yaxud talasimiya əlamətlərinin daşıyıcısı deyilir. Daşıyıcı budur, talasimiya gen daşıyıcısı. Deməli, gen daşıyıcısı olmaq, xəstə olmaq... Gen daşıyıcısı olmaq xəstə olmaq demək deyil. Və bu yoluxucu bir vəziyyət deyil, bunu yoluxmur. Gen daşıyıcıları adətən çox əksər hallarda praktiki sağlam olurlar. Praktik sağlam olurlar və öz daşıyıcılığını təsadüf bir müayinə nəticəsində bilirlər əksəriyyəti və yaxud da artıq uşaqları xəstəliyə düçar olandan sonra bilinir, əfsuslar olsun. Və əksəriyyəti sağlam olduğuna görə özünü sağlam hiss edir və ömür boyu bunu hiss eləmirlər özündə. Birazdan öyrənəcəyik, əslində görək xarici görünüşdən, ümumiyyətlə sağlamlıq baxımından insan hiss eləyə bilərmi bu talasimiya məsəl üçün xəstəsidir və yaxud gen daşıyıcılığı var burada? Gen daşıyıcılığının heç bir əlaməti, yəni zahiri əlaməti yoxdur. Onu yalnız və yalnız xüsusi analizlərdə bilmək olur. Ona görə də nəzərə alar ki, bizim ölkəmizdə daşıyıcıların sayı həddindən artıq çox olduğuna görə bu problemin artıq nə qədər ciddi olduğunu və yetişkinlik dövrünə çatan hər bir insanın bu xəstəlik barəsində məlumatını bilməsi və həmçinin də bizim həkim kliniklərin arasında da analizləri düzgün interpretasiyasının zərurəti çox böyükdür. Hələ ki, talasimiya ilə bağlı biraz danışaq. Necə düşünürsünüz, Zaur doktor? Talasimiya ümumiyyətlə necə bir irsi xəstəlikdir? Talasimiya irsi qan xəstəliklərinə aiddir. Nəsildən nəsilə keçir. İlk olaraq, biraz məlumat desəm, ilk olaraq bu xəstəlik 1925-ci ildə Amerika həkimləri Kuli və Li tərəfindən İtalyan və Yunan xəstələrinin üstündə təzahürü yazılmışdır. Yəni, bu xəstəlik var idi, amma ilk olaraq onlar onun təzahürünü müşahidə edib və qələmə almışlar. Və ona görə də talasimiya ağır forması indiyə qədər də Kuli xəstəliyi kimi adlandırıla bilir. Qabaqlar bu xəstəlik Aralıq dəniz qövsəsində daha çox ölkələrdə təsadüf olduğuna görə bu xəstəliyi Aralıq dəniz anemiyası da deyirdilər. Amma insanların miqrasiyası ilə bağlı başqa ölkələrə bu xəstəlik bütün dünyaya yayılmış və bütün dünyada o və digər faiz tezliyi ilə müşahidə oluna bilir. Əfsuslar olsun ki, bizim ölkədə, yəni ki, endemik zonaya aiddir talasimiya üzrə, endemik zonaya və bizdə də kifayət qədər xəstələrin sayı çoxdur.
Az əvvəl anemiya ilə bağlı xatırlatma etdiniz. Mən istəyirəm ki, əslində talasemiya ilə anemiya arasında bir fərq varsa, onu da deyəsiz. İnsanlar arasında adətən adi qan azlığı ifadəsi istifadə olunur. Məndə məsəl üçün deyək, məndə adi qan azlığı var. Və bunun talasemiya ilə fərqi nədir? Necə bunu fərqləndirmək olar? İş orasındadır ki, anemik sindrom, anemiya deyəndə qan azlığı. Bu anemik sindrom hematoloji xəstəliklərin əksəriyyətinin əsas sindromudur. Əsas sindromudur. Və biz hematoloqlar adətən anemik sindromu görəndə onun səbəblərini aşkarlanmağa çalışırıq. Və onun səbəbləri aşkarlanandan sonra biz o xəstəliyə diaqnoz qoya bilirik. Yəni ki, ad qoya bilirik. Diaqnoz qoyulur. Və bizim ölkədə və başqa digər ölkələrdə çox insanlar arasında yayılmış xəstəliklərdən defisitli anemiyalardır. Yəni ki, ən çox görünən, yəni ki, sıx görünən bu dəmir defisitli anemiyasıdır. Sonra B12 defisitli anemiyası, fol turşusu defisitli anemiyası və digər anemiyalar var. Talasemiya isə defisitli anemiyalara aid deyil. Aid deyil. Talasemiyada sümük iliyində hasil olan qırmızı qan hüceyrələri hemoqlobin defektli olduğuna görə defektləri olur və onlar qan sirkulyasiyasına düşdükdə, qan damarlarına düşdükdə, mən çalışacağam adi sözlərlə onu çox gözəl izah edirsiniz. Onlar qan sirkulyasiyasına düşdükdən, qan damarlarına düşdükdən sonra onlar dalaq, əsas dalaq da retikuloendotelial sistemin əsas orqanıdır. Dalaqda və qismən də qaraciyərdə defektli olduğuna görə parçalanır. Fikir verin, defektli olduğuna görə parçalanır. Bu anadan gəlmə gəlir. Elə bil ki, onlar o dalağın süzgəçindən keçə bilmir. Aha, üzr istəyirəm. Ona görə də parçalanır. Bu parçalanma nəticəsində bu eritrositlərin bədəndə defisiti yaranır. Və təbii olaraq defisiti yarandıqca qan azlığı əmələ gəlir. Anemiya dediyimiz şey əmələ gəlir. Onun üçün də talasemiya adi qan azlığı deyil. O anlayışa getmir. Bu qan hüceyrələrinin, qırmızı qan parçalanması nəticəsində yaranan, gemoliz nəticəsində yaranan bir qan azlığı sindromudur. Ona görə bu talasemiya gemolitik anemiyalar sırasına daxildir. Yəni parçalanma nəticəsində yaranan. Fərq budur. Prinsipal fərqi budur. Əlbəttə, yəni anemiyadan əziyyət çəkən insanlar da var, amma biz talasemiya xəstəsi kimi onlara bir baxmırıq, o da var. Əhali arasında, ələlxüsusda qadınlar arasında dəmir defisiti anemiyası daha sıx görsənir, daha çox tez-tez rast gəlinir. Amma daşıyıcıların arasında da, gen daşıyıcıların arasında da dəmir defisiti olur. Dəmir defisiti olur və bunun arasında fərqləndirmə, yəni ki, bu artıq mütəxəssislərin işidir. Bunların arasında fərqləndirmə olur, zərurəti olur. Aydındır. Bugün istəyirəm ki, dinləyicilərimiz də bizim söhbətə müdaxilə etsinlər. Mesaj bölümümüzə, WhatsApp nömrəmizə yaza bilərlər. Talasemiya gen daşıyıcılığı haqqında nələri bilmək istəyirlər. Ümumiyyətlə, nəyi bilmək önəmlidir? 055 93 490 93-ə yazın, göndərin. Zaur doktor cavablandıracaq. Mən elə gəlir ki, elə bir çətinlik yaranmayacaq Zaur doktor üçün. Elə isə başlayaq. Məsələn, talasemiya daşıyıcılığı olan insan gündəlik həyatında nə kimi problemlərlə məsələn qarşılaşır? Yəni təsir edirmi onun həyat tərzinə bu xəstəlik? Əgər təsir edirsə, harda, nədə? Bunu belə başlayım. Talasemiya daşıyıcısı uşaqlığından başlayım. Belə başlayım. Deməli, talasemiya daşıyıcısı həm oğlan uşağı, həm qız uşağı pubertat perioda qədər, yəni ki, yeniyetmə periyoduna qədər, yetkinliyinə çatmağa qədər anemiya sindromu ilə qarşılaşır. Anemiya sindromu ilə qarşılaşır. Deyəcəm niyə? Pubertatdan sonra, yəni ki, artıq yetkinlik dövründən sonra anemik sindrom əksər hallarda qız və qadınlarda daha çox təsadüf olunur. Nəinki oğlanlarda. Amma o dövrə qədər ikisində də, hər iki cins nümayəndəsində də bu müşahidə olunur. Niyə? Məsələ onda niyə? İş orasındadır ki, talasemiya sindromları
dəmirin mənimsənməsi ilə pozulması ilə müşahidə olunan anemiya qruplarına da aiddir. Bu sindromlarda dəmirin mənimsənməsi, yəni ki, sümük iliyi tərəfindən mənimsənməsi və bəzi bağırsaq tərəfindən mənimsənməsi pozulması müşahidə olunur. Və təbii olaraq gen daşıyıcıdan gedirsə söhbət, gen daşıyıcısı da o və digər faiz nəticəsilə, o da mutasiyanın, yəni gen qüsurunun ağırlığı ilə bağlıdır. Ağırlığı ilə. O ağırlığı ilə bağlı o və digər faizdə dəmirin mənimsənməsinin pozulması olur və təbii olaraq ki, gen daşıyıcılarda da dəmirin çatışmamazlığı sindromları olur. Və burada aid eləmək lazım, bunlar fərqlərini diferensiasiya aparmaq lazımdır ki, biz burada nəyə rastlaşırıq, hansı bir vəziyyətlə rastlaşırıq. Həm daşıyıcı da ola bilər, həmçinin də dəmir defisiti ola bilir. Həmçində əksər daşıyıcı uşaqlarda biz anemik sindromu müşahidə edirik və zəyə qədər, həddi bula çatana qədər. Həddi bula çatandan sonra əksər hallarda oğlanlarda cinsi hormonların böyük roluna görə, yəni sümük iliyinə müsbət təsirindən dolayı gəlir bu. Sümük iliyində artıq hasili daha da çox olur. Eritrositlər olur. Və bu proses nəticəsində qan azlığı aradan götürülür. Yəni bir növ qoruyur bu onları? Bir qoruymuş kimi olur. Bir o birisi tərəfdən də qızlar da ana halı olduğuna görə və bu ana halında periodik olaraq bu dəmiri hər ay itirdiyinə görə o dəmir defisiti bu dəmirin daima müşahidə olunur və təbii olaraq ki, dəmir defisiti ilə yaşayan daşıyıcı qadınlarımız məcbur olurlar ki, ömür boyu, il boyu bu şeylərdən keçsinlər, müayinələrdən keçsinlər. Ən azından qanun ümumi analizi versinlər, dəmir mübadiləsinin göstəricilərini versinlər, bir baxsınlar onların sağlamlıq vəziyyəti nə yerdədir. Bu yaxşıdır. Əslində yəni bir növ siqnal gəlir. Bəli. Və onlar bu siqnala görə hərəkət edir. Və bu nəzərdən maarifləndirmə olmalıdır. Yəni həkimlər arasında ki, yəni bu problem sizdə varsa, bu genetik problem varsa, sizin addımlarınız nələr olmalıdır? İl boyu nələr və sağlamlığınızı qorumaq üçün nələr eləməlisiniz? Çox çətin bir şey deyil. Anladım. İndi dəqiqləşdirmək üçün söyləyim, gündəlik həyatlarında bəs onlar nə ilə qarşılaşır? Çətinlik olurmu məsələn? Yox, heç bir çətinlik olmur. Heç bir çətinlik olmur. Bir səhhəti ilə bağlı olur. Məsəl üçün tutalım, dəmir mübadiləsində adətən əfsus qadınlarda bu müşahidə olunur. Dəmir defisiti ilə paralel gedən thalassemia gen daşıyıcı təbii olaraq ki, qadınlarda anemik sindromun simptomları olur. Özünü bir ruza verir. Yorğunluq, halsızlıq, iştaha pozulmağı, saçın tökülməsi, dırnaqların tez-tez sınması, ayaqlarda ağrılar. Bunlar qadınlarda daha çox müşahidə olunur. Bu dəmir defisiti ilə bağlıdır. Dəmir defisitinin simptomları, daşıyıcının simptomları sadəcə olaraq gen daşıyıcılığı dəmir defisitini dərinləşdirir və müalicə vaxtını uzada bilir. Anladınız? Bəli. İzah edə bildimmi? Bir sual da gəlib dinləyicimizdən. İlk sualda yeri gəlmişkən yerində səslənən bir sual olacaq düşünürəm. Salam, axşamınız xeyir olsun. Doktorunuzu da salamlayıram. Daşıyıcılıq nəsildən nəsilə ötürülürmü? Təbii. Bu talassemia irsi qan xəstələri təbii olaraq daşıyıcılıq da nəsildən nəsilə ötürülür. Nəsildən nəsilə. Bu gen qüsuru olduğuna görə nəsildən nəsilə ötürülür. Əgər biraz mövzudan biraz qıraq çıxsam, əgər bizim dinləyicilərimiz yəqin ki, çoxsu bilir, insanın yaranma prosesinin bünövrəsində mayalama prosesi dayanır və mayalama prosesi bildiyinizə görə kişi və qadın hüceyrələrindən birləşməsi nəticəsində baş verir. Kişi və qadın hüceyrələri özündə adi somatik, belə demək olar ki, adi insanın hüceyrələrinə fərqli olaraq 46 xromosom yox, 23 xromosom daşıyır. Və təbii olaraq ki, 23 xromosomla birləşərək 20 cüt xromosom əmələ gətirir və insan yaranır. İnsan yaranır və bu 23 xromosomda irsiyyət
məlumatları var. Bu xromosomlar, xromosom tərkibi irsiyyətimizin məlumatını daşıyan molekullardır. Mən biraz temadan çıxdım ki, bu bir dinləyicilər bilsin ki, bu problemin kökü hardadır. Bəli. İş orasındadır ki, insanın 11-ci cüt və 16-cı cüt xromosomlarında gemoglobinin kodları yazılır. Kodu var. Gemoglobin, yəni qırmızı zülal, hansı ki qanın qırmızı qan hüceyrələrinin içində olur, daxilində olur və qanı qırmızı rəngə boyayır. Bu gemoglobinin kodu 11-ci və 16-cı xromosomunun tərkibindədir. Və genetik qüsur, beta talasemiyanın genetik qüsuru 11-ci xromosomda, o xromosom cütlüyündə, alfa talasemiyanın genetik qüsuru 16-cı xromosomda ola bilir. Və təbii olaraq ki, bu xromosom cütlüklərində bir valideyndən irsi yolla almış genetik qüsuru daşıyan insana talasemiya gen daşıyıcısı deyilir. 11-ci və 16-cı xromosomda. Bir valideynlə belə kifayət Bir edir. valideynlə gen qüsuru alan gen qüsurunu alan insana, özü qüsuru daşıyan insana talasemiya gen daşıyıcısı deyilir. Və çox vaxtda bunu ana tərəfdən daha çox qələmə verirlər. Yox, qələmə verirlər, amma elə deyil. Siz də eşitmisiniz bu fikri? Belə fikir təbii mən eşidirəm, belə fikirlər olur. Çox vaxtda ananı eləyirlər. Bəli. Belə deyil. Təbii olaraq ki, həm atadan, həm anadan keçə bilir bu. Həm anadan keçə bilir. Çox vaxt qəbula gələn insanlarda bilirsiniz, qadınlarda qan azlığı olduğuna görə qadınlara illəsəndə qan azlığı var deyə ola bilər səndən ki, elə deyil. Elə deyil. Həm kişidən, həm qadından o keçə bilir. Anladım. Talasemiya haqqında danışır. Talasemiya gen daşıyıcılığıdır. Bugünün mövzusu belə adlanır. Həkim hematoloqumuz Zaur Məmmədbəyov sizin də suallarınızı cavablandırmağa hazırdır. Bu arada aktiv olun 055 93 490 93-də. Biz artıq talasemiyaya giriş etmişik. Yəni qismən də olsa bilirik ki, necə bir xəstəlikdir, amma irəliləyən dəqiqələrdə öyrənəcəyik. Valideynlərdən biri daşıyıcı olarsa uşaqda xəstəlik riski nə qədər ola bilər? Hər iki valideyndə bəs əgər daşıyıcılıq varsa bu zaman nə baş verə bilər? Talasemiya daşıyıcılığı ümumiyyətlə necə aşkar edilir? Hər kəs bunu özündə aşkar edə bilərmi? Mənə çox maraqlıdır bu suallar. Ona görə də düşünürəm ki, hər birinizə maraqlı gələ bilər. O zaman nə edirik? Qısa bir reklam arasına hal-hazırda bağlanırıq. Reklamlardan sonra bu sualları bir-bir səsləndirəcəyik. Çox uzağa getməyin, nəfəs alın, istirahət edin, daha sonra qayıdacağıq. Bəzən bir damla qan böyük həqiqətləri açır dostlar. Biz də bugün elə həmin həqiqətləri birlikdə sizinlə araşdırırıq. Kimlə bərabərik? Bugün həkim hematoloq dəvət etmişik Sağlam Həyata Zaur Məmmədbəyovla danışırıq. Söhbətimiz davam edir. Talasemiya və gen daşıyıcılığı. Bax, budur mövzumuz. Nə dərəcədə bilmirəm, yaxın bir mövzudur, amma yenə də təbii ki, böyük bir maraqla dinləmək lazımdır. Çünki aktual mövzular olmasaydı biz bugün danışmazdıq bu mövzu ilə bağlı. Və gəldik çatdıq bir məsələyə. Məsələ ondan ibarətdir ki, Zaur doktor, gəlirik valideynlə bağlı olan söhbətə. Hər iki valideyndə necə olur? Tək valideynin birində əgər daşıyıcılıq varsa, bu zaman nələr baş verir? Öyrənmək istəyirik əslində. Bu həqiqətləri valideynlərdən biri daşıyıcı olarsa, uşaqda xəstəlik riski varmı? Əgər valideynlərdən biri daşıyıcıdırsa, talasemiya daşıyıcı, digəri isə daşıyıcı deyilsə, onda xəstəliyin yaranma faizi sıfırdır. Yəni bu insan xəstə ola bilməz. Bunlardan bu cütlükdə yaranan uşaq, anadan olan uşaq xəstə ola bilməz. Amma 50% ehtimalla bu bir valideyn kimi daşıyıcı anadan ola bilər, daşıyıcı ola bilər. 50% ehtimalla tam sağlam ola bilər. Tam genetik nöqteyi nəzərdən sağlam ola bilər. Aha, bəs gələcəkdə məsələn övladında və əgər bu uşaq, bu niyahdan doğulan uşaq daşıyıcı doğulursa, təbii olaraq ki, o da həmən tarixi təkrar edə bilər. İnşallah böyüyəndən sonra ailə quranda o da talasemiya daşıyıcısı daşıyıcının əgər ailə qurursa, burada ehtimallar dəyişir. Əgər iki daşıyıcı niyaha girirsə, burada ehtimallar dəyişir. Burada 25%
tam sağlam 25% xəstə uşaq ehtimalı, 50% isə daşıyıcı, valideynlərdən biri kimi daşıyıcı uşağın dünyaya gəlməsinin ehtimalı var. Anladım sizi. Hər iki valideyn daşıyıcı olarsa o zaman nə baş verir Zaur doktor? Mən də dedim onu. Mən onu dedim ki, iki daşıyıcı evlənirsə, bu ehtimallar O dəyişir. uşaq yəni belə doğulmur. Yox, xəstə uşağın ehtimalı doğulması var, 25%-dir. Aha. Faizdir. Amma bəzən biz bu ehtimalları deyəndə, biz bu faizləri deyəndə mən biraz buna aydınlıq gətirmək istəyirəm bu sözümə. Adətən biz həkimlər bu faizləri deyəndə, YouTube-da da səslənir, bu qəbullarda səslənir. 25% məsəl üçün mən bu sözü deyəndə, biz deyəndə elm deyəndə 25% ehtimal ya 50% ehtimal nə deməkdir? Bu insanın yaranmasında təməlində qoyan mayalanma prosesində iki hüceyrənin görüşmə ehtimalıdır. Bilirsiniz bu nə deməkdir? O deməkdir ki, ehtimal. İki daşıyıcı evlənəndə, o deməkdir ki, bir uşağı onun daşıyıcı ola bilər, bir uşağı sağlam, o belə deyil. İki daşıyıcı evlənəndə, məsəl üçün onun 3 uşağı varsa, üçü də xəstə ola bilər. Yəni ki, hüceyrənin ehtimalı var axı, görüşmə ehtimalı. Üçü də xəstə ola bilər. Biri xəstə ola bilər, məsəl üçün ikisi daşıyıcı ola bilər. İkisi tam sağlam ola bilər. Sonuncu xəstə ola bilər. Yəni bu ehtimallar bunlar deməkdir. Yəni bu ehtimalları düzgün anlamaq lazımdır. Bu mayalanma zamanı iki hüceyrənin, kişi və qadın hüceyrəsinin görüşmə ehtimalını göstərir. Uşaqların sayını yox, yəni sayına uyğun xəstəliklərin sayı deyil, yox, elə deyil. Yəni iki daşıyıcının 4 dənə də uşağı ola bilər, məsəl üçün. 4'ü də tam sağlam ola bilər. Aha, yeri gəlmişkən siz bizi qabaqladınız. Belə bir sualla əslində istəyirdim sizə müraciət eləmək. Çox miflərdən də biri budur ki, talasemiya daşıyıcıları sağlam uşaq dünyaya gətirə bilərlər. Ümumiyyətlə onlara övlad dünyaya gətirməyə icazə varmı? Siz indidən söylədiniz. Talasemiya xəstələri mi? Bəli. Talasemiya xəstələri əgər talasemiya xəstəsi sağlam insanla ailə qurursa, sağlam insanla ailə qurursa, belə ailələrimiz çoxdur. Yəni ki, mən çalışdığım talasemiya mərkəzində belə insanlar, yəni ki, talasemiya xəstələri hansı ki boya başa çatıb evləniblər, ailələri də var. Elə xəstələr çoxdur bizdə. Onlar sağlam insanla evlənirsə, onların uşaqları mütləq şəkildə daşıyıcı olur. Mütləq şəkildə daşıyıcı. Xəstə yox, amma mütləq şəkildə daşıyıcıdır. Amma əsas xəstə deyil. Əsas xəstə deyil, daşıyıcıdır. Bəli. Anladım. Zaur doktor, bir sual gəlib sizə. Salam, axşamınız xeyirli olsun. Mən özümü yaxşı hiss edirəmsə, daşıyıcı ola bilmərəm fikri necə düşünürsünüz? Doğrudurmu? Bəlkə burada bir də bizə bəlkə əlamətləri deyəsiniz, adətən necə hiss eləyirlər ki? Dediniz əslində yorğunluq olur, iştahsızlıq olur. İzah edeyim. Daşıyıcılıq, talasemiya gen daşıyıcılığı iki forması var, mövcuddur. İki forması mövcuddur. Bir forması, buna talasemiya minima deyirlər, minimal talasemiya gen sindromu. Bu sakit ya sağlam daşıyıcı deyirlər. Bu insanların analizlərində heç bir problem olmur. Yəni hematoloji nöqteyi nəzərdən bu insanlar sağlam olur. Və dəmir defisiti paralel getmirsə, bu insanların hemoqlobinin səviyyəsi, ya qanın səviyyəsi, adi sözlə desəm, çox normal olur və insan özünü tam sağlam hiss edir. Və həmçinin də mən demişdim, intervyunun əvvəlində demişdim ki, kişi xeylaqlarında adətən o heç artıq bilmir və mən yüzlərlə daşıyıcı tanıyıram ki, hansı ki donor proqramlarında iştirak edir. Yəni ki, təmənnasız donorluq gedib donorlar da belə. İcazə var bəli. İcazə var buna. Sağlam insanlar donorda ola bilərlər. Heç bir problemi burada olmur. Amma qadınlarda paralel daşıyıcı dəmir defisiti gediyinə, paralel getdiyinə görə onlar bəzi o anemik sindromun bəzi şeylərini hiss edə bilirlər. Yəni simptomlarını hiss edir. Tez yorğunluq, halsızlıq, iştah pozğunluğu və bunları hiss eləyə bilərlər özündə. Amma ki, tam sağlam daşıyıcı, əgər onda öz dəmir mübadiləsini kontrol altında saxlayan və nəzarətdə saxlayan insan heç bir problemi olmur.
Demək ki, dinləyicimizin fikrinə belə bir cavab verərdiniz ki, mən özümü yaxşı hiss edirəmsə daşıyıcı ola bilmərəm. Fikri doğru Deyil. Doğru deyil. Deyil. Aha, aydındır. Dəmir preparatları aydındır, daşıyıcılıqda faydalıdırmı? Bayaq söylədiniz əslində Bəli. defitsit yaşananda. Bəli, dəmir Yoxsa zərərlidir? Dəmir preparatları bəzi vaxt bəzi mütəxəssislər tərəfindən də məsəl üçün xəstələrə deyilir ki, əgər sən talasemiya daşıyıcısansa, onda sənə dəmir preparatları olmaz və çox vaxtı təyin etmirlər. Amma həqiqət ondadır ki, bu ifadələri demək üçün, bu sözləri demək üçün xəstəyə birinci dəmir mübadiləsinin özü yoxlanılmalıdır və dəqiq kontrol altında saxlamalı və ondan sonra demək olar ki, bu daşıyıcıya dəmir preparatların təyini olar ya olmaz. Əgər olarsa, təbii olaraq ki, əgər dəmir mübadiləsisi pozulubsa, hansı bir və digər səbəblərə görə, onda dəmir preparatların təyini zərurəti vardır və təyin olunmalıdır da. Yəni heç bir ziyanı ola bilməz. Heç bir ziyanı ola bilməz. Çünki bunlar talasemiya xəstəsi deyil. Bunlar daşıyıcıdır. Anladım sizi. Bir sual da verəcəm sizə. Talasemiya geninin sakit daşınması deyilən bir termin işlənir həkimlər arasında. Biraz aydınlıq məncə gətirməyə ehtiyac var buna. Mən onu belə bir termin var, düzdür. Biz onu sağlam daşıyıcı deyirik. Ben bayaq da siz bu barədə biraz danışım. Sağlam daşıyıcı. Buna talasemiya minimum. Bunu sağlam daşıyıcılıq deyirlər. Və yəni ki, bu insanlarda hematoloji olaraq, hemoqrammalarda heç bir problem olmur. Bunun səhhətində də bir problem olmur və həyatını yaşaya bilirlər. Vaxt aşırı olaraq onlara tövsiyə olunur ki, heç olmasa ildə bir dəfə də olsa müayinələrdən keçsinlər. Nə ola bilər ki, doktor? Nə ola bilər? Nə ola bilər? Çünki mən o qədər, yəni danışdıqca suallar çıxır ortalığa. Nə ola bilər? Bəli. İş orasındadır ki, mən əvvəldə də dedim ki, talasemiya sindromları, talasemiya gen daşıyıcıları həmçinin, onlar da genetik qüsurun dərinliyi ilə bağlı olaraq gen daşıyıcılığı bu ya və digər formada keçə bilir. Əgər gen qüsuru yüngüldürsə və dəmir mübadiləsinin pozulması ilə müşahidə olunmursa və keçmirsə, bu insan sağlam daşıyıcı olur və bunun həyatında heç bir şey olmur. Əgər gen qüsuru dərindirsə və dəmirin mənimsənməsini bu və digər formada poza bilirsə, bu belə daşıyıcılarda, şükürlər olsun, belə daşıyıcılar azdır, çox deyil. Belə daşıyıcılarda talasemiya sindromu minimal xəstəliklərin əlamətləri olur. Biz buna adətən talasemiya minor deyirik, ya kiçik talasemiya deyirik buna. Belə daşıyıcılarda bəli, anemik sindrom, qan azlığı ömür boyu olur və dəmir preparatlarına korreksiya olunmur. Bəli, belə bir daşıyıcılara dəmir preparatları təyin olunmur. Yalnız o vaxtda ki, doğrudan da müayinə görsə ki, dəmir preparatlarına ehtiyac var. Anladım. Əksər hallarda onlar dəmir təyin olunmur. Sual gələ bilər dinləyicilərimizdən ki, bu qədər talasemiyadan danışırsınız, yaxşı onun aşkarlanması üçün hara getmək lazımdır? Necə bilə bilərik ki, məsələn, biz talasemiya daşıyıcısı deyilik? Yaxşı sual verə bilərlər və ona görə də mən də o sualı sizə verirəm. Necə aşkarlanır ümumiyyətlə bu məsələ? Necə aşkarlanır? Talasemiya daşıyıcılığı adətən talasemiya daşıyıcılığı aşkarlamaq üçün iki əsas və gündəlikdə olar iki əsas test var, qan testi var. Birinci test, mən həmişə deyirəm, birinci test bu qanın ümumi analizidir. Qanın ümumi analizi düzgün interpretasiyası bütün mütəxəssislərin vəzifə borcudur. Yəni bütün mütəxəssislər birinci qanın ümumi analizi verir. Xəstəyə gələndə qanun ümumi analizi mütləq şəkildə verir. Bu birinci etapdır. Və təbii olaraq ki, oradakı olan göstəriciləri düzgün interpretasiya eləmək bu mütəxəssis aydın bu həkimlərin vəzifə borcu sayılır. Bu birinci və bu orada olan dəyişikliklərlə talasemiya gen daşıyıcılığına şübhə yarana bilir.
Və əgər burada şübhə yaranırsa, buna görə ikinci test var. Bu da hemoqlobin fraksiyaları deyilir və ya da hemoqlobin elektroforezi. Deyilən bir test var. Bu testi icra etməklə bizim qanın ümumi analizdə gördüyümüz şübhələr ya inkar olunur, ya təsdiq olunur. Səhv çıxmaq ehtimalı da. Ya inkar olunur, ya təsdiq olunur. Aha. Burada da mütəxəssislərin rolu çox böyük olur. Yəni ki, burada daşıyıcılıq var, ya yoxdur. Amma bu iki test əsas testdir. Üçüncü test. Əgər bu iki testdə olur belə müəmmalı bir şəkildə də olur ki, nadir hallarda interpretasiya eləyə bilmirik. Onda üçüncü növ bu genetik testlərdir. Mən intervyunun əvvəlində demişdim, 11-ci cüt xromosom və 16-cı cüt xromosomu yoxlamaqla biz daşıyıcılığın bu insanda daşıyıcılığın olub-olmamasını müəyyən edə bilirik. Ümumi qan analizi verilir və o demək olar ki, ondan sonra ümumi qan analizi, hemoqlobin fraksiyalarının təyini, bir də ki, genetik analiz. Bəli, bunlar hamısı istənilir sonradan. Deməli, bir sual da var. Hemoqlobin elektroforezi nədir və bu analiz nə üçün aparılır? Ya dediyim kimi hemoqlobin elektroforezi, hemoqlobin fraksiyalarının təyini bu daşıyıcılıq təyin eləyən bir testdir. Aha, o test imiş. Bu testdir. Aha, bəli. Bu testdir və bu testlə biz daşıyıcı olub-olmamasını təyin edirik. Aha. Sadə belə deyək də qan analizi, məsələn, ümumi qan analizi ilə də kifayətlənmək mümkündür. Sadə qan analizində onu vermək mütləqdir. Amma onu ilə kifayətlənmək olmaz. Əgər şübhə yaranırsa. Bildim, çünki söylədiniz ki, biraz genetik. Əgər şübhə yaranırsa, onu ilə kifayətlənmək. Genetik də vermək lazım gəlir, ona görə də. Belə, daşıyıcılıq genetik analizlə yaxşı, deyək ki, aşkarlanırsa, necə təsdiqlənir, təsdiqini tapır? Orada səhv çıxmaq ehtimalı falan yəqin ki, olmaz. Təbii analizləri icra edərkən təbii olaraq ki, səhvi biz nəzərə alırıq. Onun üçün də çox adətən olur deyirsiniz belə. Yox, səhvi nəzərə alma bizim səhv deyil, aparatın səhvi ola bilər. Aha, təbii. Ona görə də belə bir ciddi analizlər həmişə dubl olunur. Yəni ki, bir neçə dəfə olunur. Əgər hər bir təkrar olunan dubllərdə bu öz təsdiqini tapırsa, biz onda onun cavabını veririk. Onun üçün də orada yəni biz insanlara verdiyimiz cavabda səhvin ehtimalı çox azdır, çox az. Yəni ki, bir tərəfdən də axı qanın ümumi analizində də əksini tapan şeylər var. Siz orada şübhə yaranır axı sizdə. Və yaxud testlərdə. Və testlərdə şübhə yaranır. Əgər insanda həkimdə şübhə yaranırsa, o başqa bir genetik analizlərə də göndərə bilər ki, təsdiqini tapsın. Doğrudan bu var, çünki bu çox ciddidir. Dinləyicimiz soruşur, harda vermək lazımdır bu testləri? İş orasındadır ki, daşıyıcılıq analizini, daşıyıcılıq şübhə yarandıqda daşıyıcı analizini Milli Hematologiya Transfuziologiya Mərkəzində və onun talasemiya bölməsində vermək olur və bu testlər icbari tibbi sığortanın xidmətlər zərfinə şəraitindədir. Bəli. Aydındır, nə gözəl. Tutaq ki, pozitiv çıxdı. O zaman əgər daşıyıcılıq çıxdısa insanda, təbii olaraq ki, o hematoloqun konsultasiyasına yönəldilir və hematoloqun konsultasiyası təbii olaraq hematoloq onun bütün dəmir mübadiləsini yoxlayır, başqa müayinələrdən keçir və tam aydın ona insana göstərir ki, sizin probleminiz hardadır. Deməli, əlavə müayinələrə də ehtiyac. O da anamnez toplanır da, yəni insanın şikayətləri də var. Bu fərdi deyil, insanın şikayətləri də olur və şikayətlərə uyğun olaraq insanın vəziyyəti qiymətlənilir və o və digər analizlər təyin olunur. Bəli, anamnezini çox yaxşı vurğuladınız. Bütün həyatı boyu yaşadığı bütün xəstəliklər hamısı gözdən keçirilir. Aydındır. Birazdan söhbətimizi davam etdirəcəyik. Əlbəttə, mən istəyirəm ki, bu arada bir çarxımız var, Zaur doktor. Sual-cavab şəklindədir. Onu səsləndirək. Sizə də maraqlı gələcək. Odur ki, dinləyək, dinləyicilərimiz də dinləsinlər.
İkinci saata xoş gəlmisiniz. Bu saatda da maraqlı suallar sizi gözləyəcək. Diqqətiniz bizdə olsun və ayrılmayın. 055 93 490 93-də suallarınızı gözləyirik. Talasimiyadan danışırıq. Talasimiya gen daşıyıcılığı suallarımızı həkim hematoloq Zaur Məmmədbəyev cavablandırır. Elə bir xəstəlikdir ki, doğrudan da demək olar ki, ara sıra eşidirik bu xəstəlik barəsində və bu xəstəlikdən əziyyət çəkən insanlar barəsində sadəcə kömək edə bilmirik. Düzgün olaraq informasiya o qədər də malik deyilik. Xəstəlik kimi talasimiya xəstəlisi kimi insan doğula bilir, nəsildən nəsilə də keçə bilir. Ona görə biz bu zaman nəyə daha çox diqqət etməliyik? Hansı riskləri göz altına almalıyıq? Bu suallar bizim hər birimizi maraqlandırır. Biraz əvvəl də elə tez bir zamanda o sualı səsləndirdim Zaur doktordan. Soruşdum ki, talasimiya xəstəsi daşıyıcısı, məsələn, övlad sahibi ola bilərmi? Əslində bunu biraz sonraya saxlamışdım, amma istədim ki, bir balaca ümid dolu, necə deyirlər, informasiyalar versin bizə. Sağ olsun, o da cavablandırdı. İndi keçid alırıq digər suallarımıza, Zaur doktor. Deməli, valideynlər daşıyıcılığı, yəni əgər bilmək istəyirlərsə və yaxud da ki, şübhələnirlərsə ki, daşıyıcıdırlar yoxsa yox, bunun üçün hansı yaşda müraciət etmək müayinələrə daha münasibdir, məsələn? Daşıyıcılıq testini vermək üçün hər bir yaşda müraciət edə bilərlər. Burada yaş məhdudluğu yoxdur. Sadəcə olaraq adətən real həyatda bu testlərə uşaqlara uşaq üçün müraciət edirlər ki, uşağımızda var ya yox. Əgər uşaqda bu aşkarlanırsa, ondan sonra valideynlər özündə maraq yanır ki, kimdədir bu daşıyıcılıq? Məsəl üçün mənimdədir ya yoldaşımdadır, bu maraq yanır və təbii olaraq ki, biz də iki valideyni bu testdən keçməyi tövsiyə edirik. Amma hər bir yaşda bundan keçmək olar. Çünki bu irsi bir əlamətdir və bu əlamət insanla ömür boyu qalır. Gen daşıyıcılığı, məsələn, doğuşdan əvvəl, lap elə əvvəllər doğuşdan əgər öyrənsək, mümkündürmü? Doğuşdan öncə yəni ki, əgər hamiləlikdən öncə bunu mümkün deyil, amma hamiləlik zamanı hamiləlik zamanı bu mümkündür. Belə bir metodika var. Buna prenatal diaqnostika deyirlər və prenatal diaqnostika Azərbaycanda icra olunur və bunun 11-ci, 12-ci həftələrində və daha gec 15, 16, 17-ci həftələrində icra olunur və o metodla, o üsulla dölün daşıyıcı olub olmamasını ya da ki, xəstə olub olmamasını təyin etmək olur. Seçimi buraxırsınız valideynə. Daha doğrusu gələcəkdə valideyn olmalı. Anladım. Məsələ burasındadır ki, nə yaxşı ki, bax indi son bir il olmayıb da, heç tamamlanmayıb. İyul ayında səhv etmirəmsə qüvvəyə mindi də bu nikah evliliklərinə qadağa qoyuldu, düzdürmü? Bəli. Və bu çox gözəl bir addım idi. Çox gözəl addım. Həqiqətən. Çünki bir səbəb kimi də onu vurğulayırlar həkimlər ki, bu cür qan xəstəliklərinin yaranmasını, bir də evlilik, yəni qohum evlilikləri daha çox önə çəkilir. Mən öz fikrimi bildirəcəm burada. Buyurun, bizə maraqlıdır. Orasındakı bəzi vaxt talasimiya xəstələrinin, uşaqlarının doğulmasında evlilik nikahlarını, qohum evliliyi vurğulayır. Nikahlarını önə çəkirlər, amma mikrofona biraz yaxın əyləşin. Eşidirik. Problem biraz başqadır. Mənim zənnimcə problem başqadır. İş orasındadır ki, Azərbaycanda kifayət qədər daşıyıcı olduğuna görə iki daşıyıcının evlənmə tezliyi çox sıx görsənir. Yəni ki, iki daşıyıcının evlənməsinin faizi ehtimal çox böyükdür. Amma bir nəslin nümayəndələrində, əgər bu nəsildə talasimiya varsa, talasimiya daşıyıcılığı var və bu nəsil nümayəndələri evlənmək qərarına gəlirsə, onda təbii olaraq ki, bu nəsildə iki daşıyıcının ehtimalı ilk görüşməsinin daha çoxdur. Onun üçün də birinci gözə biz görsənən ki, o qohumdur deyə, qohumlarda daha sıx, elə deyil. Əslində qalsa, talasimiya mərkəzində mən neçə illərdir çalışıram, orada düzdür, qohumluq əlaqəsindən yaranan uşaqlar, talasimiya uşaqlar da var, amma əksəriyyəti qohum deyil. Qohum deyil. Bu Azərbaycanda mövcud olan
daşıyıcıların bir-biri ilə Bəli. ehtimalını göstərir. Bir-birinə görüşməsinin ehtimalını Sadəcə bu evlənməsinin ehtimalını göstərir. biz ki üzərimizə götürmüşük həqiqətləri üzə çıxaraq, mifləri yaraq. O baxımdan mən o sualı yəni orada qoxum səsləndirirəm. əlaqələri, yəni qoxum əlaqələri o qədər olur, necə daşıyıcılığın daşıyıcıların bir-biri ilə tanış olması, bir-biri ilə evlənmə qərarına gəlməsinin ehtimalı çox böyükdür. Daşıyıcılıq çox olduğuna, yayıldığına görə. Anladım sizi. Nişanlı və yaxud da ki, evlənmək istəyən, ailə qurmaq istəyən hər bir kəs talisimi testindən keçə bilərmi? Və əgər keçməkləri mütləqdirsə, onun əhəmiyyətini də deyə bilərsinizsə. Mütləq keçməlidir. Hər bir cütlük. Nədir əhəmiyyəti? Hər bir cütlük, yəni ki, ailə qurmaq fikrindədirsə, onlar mütləq şəkildə bundan keçməli və təbii olaraq ki, bizim də dövlət problemi anlayaraq, daha problemi dərindən anlayaraq 2015-ci ildə qərar gəlmiş ki, bütün cütlüklər, evlənən cütlüklər bu müayinədən keçməlidir və səhv etmirəmsə 1 iyul 2015-ci ildən bəri bütün asan xidmətlərdə VAQ-la işləyən, yəni asan xidmətlərdə bütün cütlüklər ərizə yazılanda, ZAKS yazılanda onlar həmən müayinədən mütləq şəkildə keçirilir. Nigaha daxil olar. Nigaha daxil olmağına artıq 10 ildir. Bizdə bu qüvvədədir və icra olunur. Aha. Yəni çox vacib testdir. Çox vacib testdir. Çox həddindən artıq vacib testdir. Ondan başqa testlər də olur. Talasimiya daşıyıcılığından başqa testlər də var. Çox vacib testlər var. O da sağlamlıq üçün çox mühümdür. Amma talasimiya daşıyıcılıq bilib bilməmək çox vacibdir. Yəni ki, onu biləndən sonra onlar artıq öz qərarını verməlidir. Aha. Amma bu məcburidir. Bir də bunu dəqiqləşdirək. Yox, bu məcburidir. İcbar, bu məcburidir. Yəni ki, nigahdan qabaq bu məcburi şəkildə olur. Dövlətin qanunudur. Belə. Ümumiyyətlə, yəni ailə qurmazdan əvvəl insanlar özləri də bir düşünməlidirlər. Yəni biraz məntiqli olmalıdırlar. Müayinələrdən keçməlidirlər. Yəni fərq etmir bu talisimiyaya aid olsun, başqa bir xəstəliklərə də bu şamil oluna bilər. Yəni belə deyək də, nəticə etibarilə övlad dünyaya gətirmək üçün evlənirlər də cütlüklər. Elədir. Yəni çox səbəb bu olur da. Yəni belə deyək. İndi bəziləri deyə bilər ki, yox biz sadəcə bir müddət özümüz üçün gəzmək istəyirik. Yəni uşaq dünyaya gətirməyə düşünmürük. Bu da normaldır. Yəni onların hər halda öz şəxsi işləridir, amma yenə də sonuc etibarilə, nəticə etibarilə hər kəs uşaq dünyaya gətirmək üçün evlənir. Yəni belədir. Ona görə də bir müayinələrdən keçməyi evlənməzdən əvvəl, hətta nişanlılıq dövründə bu testlərdən keçmək heç bir ziyan gətirməz onlara. Mən tövsiyə eləyərdim ki, insanların çoxsuz o cütlüklər ki, cavan adamlar hansı ki nigaha daxil olmaq istəyir, onlar asan xidməti gözləməsinlər. Onlar asan xidməti gözləyir. Çox vaxt əksər hallarda bunun müayinəsi ZAKS-a 1 ay qalmış olur. Yəni asan xidmətin göndərişi ilə olur. Əslində qalsa elə olmalı deyil. İnsanlar öncədən bilməlidir. O ZAKS-a qədər çatdırmalı deyil. Onlar öncədən bilməlidir. Şükürlər olsun ki, bu testləri çox asan yolla Milli Qiymətli Transfuziologiya Mərkəzində eləmək olur. Ona qədər gəlib yoxlanmalı. Əgər siz ailə qurmaq istəyirsinizsə, sağlam nəsil gətirmək istəyirsinizsə, siz öncədən gedib yoxlanmalısınız. Və öz qərarınızı ZAKS-a qədər verməlisiniz. ZAKS-a gedib ərizə yazanda yox. Zaur doktor, burada bir məsələ də var da. İndi xəstəliyi artıq daşıyan insan heç də qarşı tərəfə bunu həmişə məlumatlandırmayacaq. İnformasiyada, yəni elə olur, elə də olur. Bəli. Həyatda elə şeylər də olur. Həqiqətən də, yəni real danışaq. O zaman mümkün olur ki, deyirlər ki, bərabər şəkildə, cütlük şəklində, gedək müayinələr. Onda aşkarlanır. Qarşı tərəf də bilir ki, bu qarşısında gələcək həyat yoldaşının hansı xəstəliyi ola bilər. Yəni testlər nə deyir, analizlərin cavabı necə çıxır? Digər tərəfdə bu haqqda məlumat əldə edir. Amma məsəl üçün deyirsizə daha çox biraz səhhətlərinə diqqətli olsunlar, ailə qurmazdan hətta neçə il əvvəl. O hətta öz xəstəliyini aşkarlansa belə, bəzən gizli bunu saxlamağa daha çox üstünlük verir. Yəni bu bir real həyatdır. Mən buna görə söyləyirəm. Demirəm hər zaman, amma olur belə hallar. Yaxşı, gəlirik çatırıq genetik testlərin məsələsinə. Əslində çox sevinirəm buna görə. Genetik testlər gündəmə gəlir son illərdə. Düzdür, biraz maddiyyata söykənən bir testlərdir, amma nə yaxşı ki, var belə bir. Yəni mən həm də bunun ardıcı bir məsləhət də istəyərdim ki, alaq, genetik məsləhət. Çünki bu var artıq.
Genetik konsultasiya məsləhətlər indi ümumi məsləhətin bir növlərindən biridir. Yəni genetik riskləri, xəstə insanlarda genetikasında, bünövrəsində olan genetik xəstələrin mutasiyaları aşkarlamaq üçün bir məsləhət növüdür. Və təbii olaraq ki, əgər talasemiya biz onu nisbət etsək, talasemiya daşıyıcı aşkarlandan sonra təbii olaraq həkim hematoloq tərəfindən, həkim genetik tərəfindən genetik konsultasiya olur və insanlara bunların bu nigahdan doğulan riskləri aydınlaşdırırlar və düz yönəldirlər. Bundan sonra bu düzünü desəm tövsiyəvi xarakter daşıyır. Burada heç bir məcburiyyət yoxdur insanlara. Təbii olaraq insanın öz həyatı var, öz düşüncə tərzi var. Bu tövsiyələri düzgün vermək bizim vəzifə borcumuzdur və təbii olaraq ki, bu tövsiyələrdən sonra insan öz seçimini eləyir. İndi nə dərəcədə düz eləyir, nə dərəcədə düz eləmir, onu biz deyə bilmərik, amma olan özünə baxırıq onu. Öz seçimlərdir, şəxsi işlər. Öz seçimlər, amma bizə qalan odur ki, biz düzgün olaraq onları məlumatlandıraq. Bu genetik konsultasiyadır, təbii olaraq onu genetiklər tərəfindən aparılır. Yaxşı bir sual gəlib sizə, Zaur doktor. Soruşur dinləyicimiz, talasemiya daşıyıcılığı olan cütlüklər donor, embrion və ya süni mayalanma variantı onlar üçün mümkündürmü? Əslində biraz əvvəl dediniz, donor ola da bilirlər. Amma əgər qərar verilirsə, baxın, genetik konsultasiyadan sonra, məsəl üçün aşkarlanan sonra ki, bu cütlükdə ikisi də daşıyıcıdır, bu şəkildə nə etmək olar? Bunlar qərar verir ki, evlənmək olar. Evlənmək istəyirlər. Məsəl üçün, evlənmək istəyirlərsə, burada bunların yolu iki səmtdə gedə bilər. Sağlam uşaq gətirmək üçün həyata. Təbii onlar sağlam uşaq istəyirlər. Təbii heç kəs istəməz ki, xəstə uşaq anadan olsun. Burada prenatal diaqnostika var. Yəni ki, qabaq hamiləlik zamanı yoxlanış var. Hamiləlik zamanı yoxlanış, təbii yolla hamilə qalır və təbii yolu o prenatal diaqnostika üsulu ilə yoxlayırlar. Döl. O ehtimal dediyim, əvvəldə ehtimal dediyim 25% sağlam, 25% xəstə, 50% xromosom məsələsində gen daşıyıcı olmasının ehtimalını o prenatal diaqnostikada aydınlaşdırılır. Və o ilə bilmək olur ki, həmən döl xəstədir ya xəstə deyil. Bu birinci üsul. Neçənci həftəliyində? Deməli, biz 11-12-ci həftəsində bu bir üsuldur. 15, 16, 17-ci həftəsində başqa üsuldur. Amniyosintez deyirlər ona. Amma daha ehtimalən doğrusu olan yolu bu EKA-dır. Yəni ki, bu süni mayalanmadır. Süni mayalanmada bir neçə məsələ həll oluna bilir. Orada süni mayalanmada tam sağlam uşaqda ola bilir, daşıyıcı da ola bilir. Təbii olar ki, süni mayalanmada xəstə uşağı tövsiyə etmirlər. Təbii olar ki, daşıyıcının ya daşıyıcı sağlam, ya da tam sağlam uşaq tövsiyə olunur orada. Onun yolu budur. Sadəcə olaraq hələ ki bizdə əfsuslar olsun ki, o süni mayalanma hələ ki biraz maddiyyat tələb eləyir. Maddiyyatı bir prosedurdur, biraz çətin bir prosedur olduğuna görə bir vaxt tələb edən bir prosedurdur. İnsanların əsəb tələb edir, maddiyyat tələb edir üsulu. Hər adam ona getmir. Onun üçün də biz öncədən tövsiyə edirik bunları, deməliyik. Biz deyirik də, bu sizi bu gözləyə bilir. Seçim sizindir. Aydındır. Bir neçə sual gəlib dinləyicilərimizdən 055 93 490 93-ə yazıb göndəriblər. Talasemiya gen daşıyıcılığı haqqında nələri bilmək önəmlidir? Bu sualla sizə müraciət etmişik və daşıyıcı olduğunu bilən şəxs nəyə diqqət etməlidir? Yazır bunu 4001. Daşıyıcı olan şəxs, mən söhbətimizin əvvəlində də vurğuladım ki, daşıyıcı olan şəxs birinci növbədə öz səhhətinə, öz məsuliyyətlə yanaşmalıdır. Yəni ki, vaxt aşırı müayinələrdən keçməlidir ki, bilsin səhhəti nə vəziyyətdədir. Əfsusda dəmir mübadiləsi nə vəziyyətdədir. Dəmir mübadiləsi. O birinci növbədədir. Bu onun fərdi məsuliyyətidir özünə qarşı, öz orqanizminə qarşı. Fərdi məsuliyyətidir. Birinci buna eləməlidir. O gözləməli deyil ki, o vaxtsa pis olacaq, halı dəyişiləcək. Vaxtında gəlməlidirsə ya. Müayinələr.
Daşıyıcılıq insanın iş qabiliyyətinə təsir edirmi? Zəhmət olmasa bu sualıma da cavab verərdiniz. Daşıyıcılıq insanın iş qabiliyyətinə heç cürə təsir etmir. Sadəcə olaraq, əgər daşıyıcılıqla paralel olaraq dəmir çatışmamazlığı olursa, ya insanda tutalım ki, talasemiya sindromu minimal simptomları olursa, minimal simptom, o onun nə həyat, nə əmək fəaliyyətinə, o əmək keyfiyyətinə təsir edə bilər. Məsələn, insan tez-tez yorulursa, təbii olaraq ki, əmək vaxtını, yəni ki, iş vaxtını azalda bilər, onu keyfiyyətsiz eləyə bilər. O işin keyfiyyətinə təsir, amma ümumiyyətlə onun əmək qabiliyyətinə heç bir təsiri yoxdur. Təsiri yoxdur. Amma müəyyən bir güzəştlər yəqin ki, belə insanlara olunar iş yerlərində, yox? Mənə olmalıdır. Aha, yəni ki, doktor, bir sual gəlib. Talasemiya xəstəsi qanın ümumi analizini versə, hansı göstəricilərdə kənarlaşma olacaq? Yəni 10-30-un yazdığı mesaj bütünlüklə belədir. Yəni qan ümumi analizində diqqət yetirən şeylər, yəni ki, bu eritrositlər indekslardır. Yəni qırmızı qan hüceyrələrlə bağlı olan indekslardır. Biz ona eritrositlər indeksları deyirik. Eritrositlərin orta həcmi, hemoqlobinin bir eritrositdə olan orta həcmi, bu indekslər daşıyıcılarda daima aşağı olur. Baxmayaraq ki, hemoqlobin, yəni ki, qanın səviyyəsi, hemoqlobin səviyyəsi normal da ola bilər. O şeylər həmişə indekslər aşağı olur. Aydındır. Qısa bir aramız olacaq. Reklamlara bağlanırıq. Zaur doktor, siz də bir balaca istirahət eləyin. Çox maraqlı bir mövzudur. Həqiqətən çox aktualdır, həm də maraqlıdır, həm də izah tələb eləyir. Hər bir sualınıza fikir verirsinizsə, deyirəm niyə, nə üçün? Çünki təsdiqi olmalıdır da, elmi cəhətdən də bunun təsdiqi olmalıdır. Əgər cavablandırırıqsa, mütləq şəkildə onun izahını da verməyə lazımdır. Nə yaxşı ki, bax buna görə sizə təşəkkür edirəm. Bütünlüklə sualların hər birini cavablandırırsınız. Reklamlara bağlanaq. Reklamlardan sonra bu mövzunu təbii ki, davam edəcəyik. Aha, bir dinləyicimizdən sual gəlib. Niyə bu testlərdən keçmirlər bizim gənclər? Niyə keçmirlər bu? Yəni o qədər hiss olunmur bu, ona görə yazır. Burada yəqin ki, maarifləndirmə prosesi var. Yəni ki, cəmiyyətimizin arasında, insanlarımızın arasında maarifləndirmə keçirilməlidir, sıx-sıx olmalıdır. Bu həmçinin də nəinki radio, yəni ki, televiziya və YouTube kanalları yox. Mənə elə gəlir ki, burada bizim cavanların sıx olduğu yerlər hansıdır? İctimai nəqliyyat. Bu təhsil ocaqlarıdır. Birinci təhsil ocaqlarıdır. Yəni ki, bu məktəbdən başlayaraq, mən məsəl üçün bir neçə il qabaq, bir neçə məktəbdə olmuşam. Bu barədə, talasemiya daşıyıcı barədə məktəblərə də, məktəblərə bir kiçicə olsa da bir leksiya demişəm. Bu olub. Bu çox gözəl bir təşəbbüsü. Məktəbdən, universitetlərdə, institutlarda görüşlər olmalıdır. Mənə gəlir bu cavanlara daha aktual bir tema olmalıdır və bu temanın üstündə, bu mövzunun üstündə biz diqqətimizi cavanlara yetirməliyik ki, öncədən belə şeylərə diqqət etsinlər. İnanırsınız, bizim proqramlarımızda tez-tez biz talasemiya mövzusuna müraciət eləyirik. Hər dəfə də bu demək olar ki, məsləhətləri, tövsiyələri eşidirik həkimlərdən, onları ötürürük dinləyicilərimizə və biraz əvvəl söylədiniz. Məsələn, daha çox ictimai nəqliyyatda talasemiya ilə bağlı və yaxud digər qan xəstəliklərinə bağlı və yaxud da ki, olsun hepatit, olsun GİTS-lə bağlı, mübarizə gününə bağlı olsun, insanları maarifləndirmək üçün bukletlər hazırlanır. Mənim diqqətimi cəlb edir, çox xoşdur mənə. Əslində insanlar belə-belə də maariflənə bilirlər. Bu maarifləndirməsi mənim bir şeyidir, bir bucağıdır, bir qismidir, bir hissəsidir. Amma bir hissəsi, amma ki canlı şəkildə məsələn mütəxəssisi qulaq asanda, danışmağını qulaq asanda, o faktları gətirəndə təbii olaraq ki, o maraq daha çox doğurur insanlarda. Əl-əfsusda cavan insanlarda, cavan nəsildə. Doğru. Zaur doktor, razıyam sizinlə. Çünki çox səhv informasiyalar bəzən eşidirik bu xəstəliklərlə və yaxud digər xəstəliklərlə. Ona görə biz daim çalışırıq ki, mütəxəssisin özünü, həkimin özünü dəvət eləyək və ona birbaşa suallar ünvanlayaq və bizə düzgün məlumatı o çatdırsın. Reklamlardan sonra qayıdacağıq. Bugün elə bir maraqlı mövzuya toxunduq ki, həqiqətən studiyamızda bir abu-hava var. Talasemiya xəstəliyini bu qədər bəlkə bizə geniş belə şəkildə izah edən, rahat dillə, belə deyək də, insanların başa düşdüyü dildən var. Həkimlərimiz olmuşdu, amma Zaur doktorun da özünə məxsusluğu seçildi bu günləri. Yəqin ki, həkimimiz, hematoloqumuz dəfələrlə belə insanlarla təmasda olduğu üçün o bilir ki, hansı insanlara necə yanaşmaq lazımdır.
hər bir insanın, hər bir xəstənin öz dilində danışmaq lazımdır. Ona görə də mən çox diqqətlə qulaq asdım. Nə qorxutdu həmin insanları, ümidverici sözlər də çatdırdı, amma təbii ki, verilişimiz davam eləyir. Biz də bu gün öyrəndik ki, bu mövzu yalnız tibbin mövzusu deyil. Yəni hər bir ailənin məsuliyyətidir ya. Yəni hər bir cütlüyün burada taleyi həll olunur. Ona görə də biz hər birimiz çalışmalıyıq ki, öz dəstəyimizi göstərək, psixoloji dəstəyimizi. Bəli. Dinləyicilərimizdən maraqlı suallar gəlir. Bir dinləyicimizin sualını da səsləndirim, sonra digər öz suallarım da olacaq. Deməli, talasemiya daşıyıcılığı pəhriz və qidalanmaya təsir edirmi? Zəhmət olmasa bu sualıma cavab verərdiniz. 39-12 dedi bunu. Buyurun doktor, mikrofonunuz da açıqdır. Deməli, talasemiya daşıyıcılığı üçün xüsusi bir pəhriz proqramı olmur. Daşıyıcı sağlam insan sayıldığına görə təbii olaraq ki, qidasında xüsusi pəhriz saxlamalı deyil. Amma tövsiyələr var ki, yəni ki, süni qidadan bir az istifadə eləsinlər insanlar. Süni qida deyilən şeylər, yəni süniləşmiş qidalar, qida məhsullarından, qatqılar demək istəyirsiniz bəlkə. Qatqılardan daha az istifadə etsin. Həmçində nəinki bu hamısına tövsiyə olunur bu tövsiyələr, həmçində talasemiya daşıyıcıları və talasemiya xəstələrinə ələfsus bunlar tövsiyə olunur. Aydındır. Bir də bir sualım olacaq. Əslində bəlkə də veriliş müddətində dediniz bu sualın cavabını. Məsələn, qadınlar, daşıyıcı qadınlardan söhbət gedir. Onlar məsələn orqan donorluğu ola bilərlərmi? Bu sual gəlib bayaqdan bir dinləyicimizdən. Ona görə dəqiqləşdirmək istəyirəm. Orqan donoru ola bilər. Niyə ola Bəli, bilməz? siz cavab vermişdiniz bu suala. Bu sağlam insan olduğuna görə, sağlam orqan donoru ola bilər. Həmçinin də əgər maraqlıdırsa, həmçinin də talasemiyanın sizin olanın radikal müalicəsi təşkil edən sümüklik transplantasiyasında da orqan donoru ola bilər. Sümükliyini verə bilər xəstə insana. Aydındır. Məktəblərdə skrininq aparılması ilə bağlı dinləyicimizin sualı var. Əslində cavablandırdı. Elə doktorumuz sağ olsun. Bəli, onu cavablandırdı. Maarifləndirmə işləri ilə bağlı və nədir qarşısını almağın yeganə yolu talasemiya daşıyıcılığının? Mən belə deyərəm, talasemiya daşıyıcılığının qarşısını almaq düzgün olmazdı, bu mümkün deyil. Amma talasemiya xəstəsinin anadan olmamasının qarşısını alması bu bizim ali məqsədimizdir. O da valideynlərin seçimidir. Yəni bizim bütün fəaliyyətimiz ondan ibarətdir ki, nəinki bizdə talasemiya düçar olan xəstələrə keyfiyyətli və effektiv müalicə üsullarını tətbiq edək. Həmçinin də nəinki xarici demək olar təcrübədən biz eləyək, faydalanaq və s. Həmçinin də bizim ali məqsədimiz odur ki, Azərbaycanımızda bir dənə də olsun, bir nəfər də, bir uşaq, talasemiya uşaq anadan olmasın. Bu bizim ali məqsədimizdir. Bəli. Yoluxucu xəstəlikdirmi? Bəlkə də bu sualı bugün yox, talasemiya yoluxucu xəstəlik deyil. Ona yoluxmurlar. Bu irsi bir problemdir. İrsiyyətlə bağlıdır və nəsildən nəsilə keçən bir əlamətdir. Amma yoluxucu deyil. Bəli. Qorxmaq lazım deyil. Hər cür sual gəldi bugün, görürsüz. Dinləyicilərimizdən maraqlıdır, əlbəttə. Dövlət səviyyəsində nigahdan əvvəl talasemiya skrininqi aparılırmı? Bu da bəli, onu mən də açıqladım bundan qabaq. Bəli, nigahdan öncə artıq 10 ildən çoxdur. 2015-ci ilin 1 iyulundan bizim ölkədə bütün cütlüklər, nigaha girən cütlüklər mütləq şəkildə bu testlərdən keçməlidir. Bəli, cavablandırmısınız. İndi ola bilər ötürmüsünüz o məqamları, amma yenə də sonda tövsiyələrini eşidəcəyik doktorumuzun, Zaur doktorun. Artıq neçə illərdir həkimsiz, hematoloqsuz, kifayət qədər də belə xəstələrlə təmasdasınız, müalicələrini aparırsınız, mütəmadi olaraq yəqin ki, müraciətlər olur. Təbii. Hər dəfə müayinələri nə qədər vurğulasanız da gəlirlərmi, diqqətlidirlərmi öz səhhətlərinə? Nəzarətdə saxlayırlarmı? İş orasındakı insanlar fərqlidir. Onların arasında təbii olaraq ki, öz səhhətinə diqqətlə də yanaşanlar var, diqqətsiz olanlar da var. Təbii olaraq insanlar fərqlidir, hamısı bir ola bilmir.
Təbii olur. İnsanların bəlkə də bilmirəm, bəlkə də fərdiliyi, gözəlliyi bəlkə ondadır ki, onlar ayrı-ayrıdır. Fərqlənirlər bir-birindən. Təbii olaraq ki, xəstə bir insan, yəni xəstəliyə düçar olan insan təbii tövsiyələrə, mütəxəssis tövsiyələrinə riayət etməlidir. Riayət etməlidir. Bu onun, yəni də deyirəm, öz fərdi məsuliyyətindən irəli gəlir. Yəni irəli gəlməlidir onu sən. İrəli gəlməli. Amma insanlar cürbəcür xasiyyətli olduğuna görə bu xasiyyətdən yaranan xəstəliyə olan münasibəti də ayrıdır. Xasiyyətdən yaranan münasibəti də ayrıdır. Biri məsələn riayət edir, vaxtında dərmanlarını qəbul edir, vaxtında riayət edir, o birisi eləmək istəmir. Və təbii olaraq ki, belə qrup xəstələr həkimlər üçün biraz çətin qrup xəstələrdir və onlarla iş prinsipləri də biraz başqadır olur. Danışırsınız amma təbii izah eləmək lazımdır, valideynlərə izah eləmək lazımdır. Təbii burada valideynlərin də rolu çox böyükdür. Valideynlərə izah eləmək lazımdır. Təbii olaraq bir mübarizə yoludur da bu həyat naminə bir mübarizə yoludur. Valideynlər və gənclər necə maarifləndirilirlər və sonda Zaur doktor bu sualımıza da cavab verin zəhmət olmasa. Nə cür maarifləndirirlər? Təbii olaraq ki, bizim ölkədə son zamanlar çox böyük işlər gedir bu istiqamətdə. YouTube kanallarında da görə bilərsiniz, talasimiya haqqında nə qədər şeylər var. Məsəl üçün, son 10 il öncə belə şeylər yox idi. Yəni 7-8 il öncə belə şeylər yox. Son zamanlar mən fikir vermişəm, YouTube kanallarında talasimiya haqqında, talasimiya daşıyıcılıq haqqında, prenatal diaqnostikadan, talasimiyalı ginekoloji problemlərdən çox bəhs edirlər. Bu artıq layiqdir, yəni ki, tərifə layiq bir şeydir. Bu bir ümumi, belə deyim sizə, maarifləndirmənin bir qoludur. Amma mənim zənnimcə bu maarifləndirmə həmçinin də cavanların sıx olduğu yerlərdə, yəni ki, təhsil müəssisələrində olmalıdır. Təhsil müəssisələrində sıx olmalı. Yəni ildə bir dəfə, iki dəfə ümumi bir toplantıda tələbələr bizim, yəni gənclər hamısı bunları eşitməlidir, yəni maariflənməlidir. Bu barədə maarifləndirməlidir və təbii olaraq ki, bu gənclər hansı ki, indi tutalım, ailə qurmayıblar, hələ ki, subaylar, sabah ailə quracaqlar. Və bu ailənin sağlamlığı bünövrəsi insanların birinci beynində olmalıdır. İnsan təvəkkülü olmalıdır. Sağlam təvəkkülü olmalıdır. İnsanın biliyi olmalıdır. Heç olmasa minimal dərəcədə olsa biliyi olmalıdır ki, sabah bu insanlar ailə quranda sağlam təvəkküllə, sağlam biliklərlə, özlərinə məsuliyyətlə yanaşmalılar və belə olan surətdə təbii olaraq ki, onlardan həyata gətirən uşaqlar da təbii olaraq ki, sağlam olurlar. Çox doğru. Təşəkkür edirəm Zaur doktor. Buyurun, sizə də Gəldiyinizə görə. Vaxt etdiniz. Çox maraqlı idi sizinlə danışmaq və işinizdə uğurlar arzu edirəm sizə. Çox sağ olun. İnşallah ki, belə xəstələrimizin sayı az olar. İnşallah. Sağlam uşaqlar necə vurğuladı sonda